Əgər Əli əleyhissalamla Fatimə Zəhranın evlənməyi olmasaydı, o Həsən və Hüseyin və İmam Hüseynin sülbündən davam eləməsəydi imam və bu günə kimi ki, hər zamananın özünün imamı var ki, Peyğəmbər buyurur ki, mən matə və ləm ya'rif imamə zamanihi, matə mitətən cahiliyyətən. Hər kəs dünyaya gələr, hər zamanda öz zamanəsinin ilahi rəhbərini tanımaya, imamını tanımaya, hüccətini tanımaya, elə bil cahiliyyət dövründə yaşayıb və onun kimi ölüb gedib. Hər zamanın imamı var. Bugün də İmam-ı Zaman əleyhissalamın zuhurunu gözləyirik ki, Həzrəti Fatimənin balasıdır. İnşallah imamın zuhurunu Allah təcil eləsin. Mən sonda fəqət bunu demək istəyirəm ki, imamət bizim dinimizdə çox mühüm bir məsələdir. Həzrəti Fatimə Zəhra imamətin şəhidəsidir və hamıya baş sağlığı verirəm.